Arterial hipertenziya, təzyiqin qalxması, hipertoniya kimi adlar hər kəsə məlumdur. Bu arterial təzyiqin qalxmasıdır. Arterial təzyiqin qalxmasının çox səbəbləri var. Böyrək səbəbli ola bilər, mərkəzi sinir sisteminə səbəb ola bilər, ürək mənşəli ola bilər, endokrin xəstəliklərin səbəbi ola bilər və idiopatik ola bilər. Esensial hipertoniya deyirlər də, yəni idiopatik hipertoniya, bunun səbəbləri məlum deyil. Hətta hipertoniyaların bəzən səbəblərin adətən tapmaq olmur, dəqiq təyin eləmək olmur ki, təzyiq nədən əmələ gəlir. Bu dəqiq təyin olunan hipertoniyalar, onların müalicəsi asandır. Çünki bir məqsədə gedirik biz, yəni hədəfimiz bir olur. Bugünkü çıxışımın qayəsi, yəni əsas mövzusu nədən ibarətdir? Hipertoniyanı sizə danışmaqdan yox, hipertoniya üçün tələb olunan dərmanların pasientlər tərəfindən öz başına olaraq apteklərdən və yaxud öz ailəsində olan xəstələrdən soruşması, qonşusundan, iş yerindən soruşub onu aptekdən öz başına qəbul eləməsidir. Yəni uzun illərin təcrübəsi, hal-hazırda Avropa, Türkiyə, Azərbaycan, qonşu ölkələr, Amerika, deyək ki, bunların protokolları var da, müalicə protokolları. Çox gözəl ki, bizdə də həmin protokol arterial hipertenziyanın müalicəsinə dair bir neçə dənə ürək xəstəliklərində protokollar var. Həmin protokollarda dəqiq olaraq standart müalicələr təyin olunur. Yəni qayda var da, həmin qaydalardan kənara çıxmaq xüsusi hallar tələb eləyir. Yəni burada dərman qrupları var. Bu dərman qruplarının birinci qrup, ikinci qrup, üçüncü qrup, 4, 5 və s. Bu qruplardan olan preparatlar təyin olunur və var tək dərmanlar, var kombinə olunmuş dərmanlar. Tək dərmanlar da, yəni hansı qrupdan olursa onun seçimi yalnız və yalnız bir mənalı olaraq həkim təyin edə bilər. Onun hədəf orqanlarının vəziyyətini müəyyən eləyə bilər ki, məsələn, hipertoniya hansı orqanları zədələyir? Beyni zədələyir, ürəyi zədələyir, böyrəyi zədələyir, damarları zədələyir, çox orqanları zədələyir. Amma əsas hədəf orqanları ki, bunlardır, həmin hədəf orqanlarında olan xəstəliyin, dəyişikliyin səviyyəsinə uyğun olaraq dərman təyin olunur. Bir komponentli preparat, 2 komponentli və yaxud 3, hətta 4 komponentli, səhəri, axşamı, gündə neçə dəfə olması yalnız həkim təyin edə bilər. Çünki arterial hipertenziyanın dərəcəsi təyin olunur əvvəl həkim tərəfindən. Onun zədələdiyi orqanlar təyin olunur ki, hansı orqanda zədə var və onun risk dərəcəsi. Riski təyin olunur ki, hansı riskdədir. Birinci dərəcədə ola bilər ki, riski böyükdür, yüksək riskdir. İkinci dərəcədə yenə orta riskdə ola bilər, yüksək də, ən yüksək də ola bilər. Və yaxud nəhayət üçüncü dərəcədə də adətən yüksək riskdir, 180-dan yuxarıdır təzyiq burada və hədəf orqanlarında zədələnir. Burada xüsusi olaraq yanaşmaq lazımdır ki, hipertoniya şəkərli diabetlə bir yerdə və yaxud ürək xəstəliklərlə, koronar patologiya ilə, koronar sindromla bir yerdə rast gəlirsə, bunda artıq xüsusi olaraq yanaşma tələb olunur. Ona görə də sizə tövsiyəm, məsləhətim budur ki, pasientlərə hipertoniya varsa, onun dərəcəsini də, onun müalicəsini də, ona aid olan bütün tövsiyələri həkim verməlidir. Həkimə müraciət eləmək lazımdır. Sağ olun.